şeyxə çatdırın. O pulları abadlıq işlərdə sərf eləyəcək, darıxmayır. Hamınızı qəbul eləyəcək. Kimin nə arzusu, istəyi varsa, desin mənə. Mən də isminizi yazın bu kitaba. Oldu. Hoşdur, çox gözəl. Ay atam, anam sənə qurban. Allah şeyxi bizim başımızın üstündən əski eləməsin. Bu baş ağrısı məni tamam dəli eləyir. İnan ki, nə gecəm var, nə gündüzüm. Gedirəm usta Cəfərin yanına, deyir ki, qanın çoxdur, səndən qan almalıyım. Özdə qırvənkəsi 10 manata. Gedirəm Mirbağır ağanın yanına, deyir sən qanın azdır. Sənə qan yeritməliyəm, qırvənkəsi 20 manata. Başıma dön. Və sonradan xəbər tutmuşam, bəs Mirbağır ağa gedib usta Cəfərdən mənim qanımı alıb, dübarədən özümə yeridir. Hə, başıma dönüm. Elə deyilən şeyxin mərhəməti üstümüzdən əski olmasın. Daha heç də lazımdır. Başımın ağrısı tamam keçəcək. Sənin başın şeyxin əlində. Elə zənn elə ki, ərizən qəbul olundu. Çox sağ ol. Çox sağ ol. Allah sizdən razı qalsın. Qana durun, çəkilin. Şeyxan, mənim ərim. Vallahi heç bilmirəm necə deyim. Belə baxanda pis adam deyil. Ya şeyx, o da istəyir, elə mən də istəyirəm. Amma ki, heç bir faydası yoxdur. Anladım səni. Uşaq istəyirsən. Hə, heç olmasa bir cədənə, ya şeyx. Sənin xahişin nədir qızım? Ya şeyx, elə mənim də dərdim bu bacının dərdindəndir. Başıma dönüp bir sözümdə qaldı. Qoyun deyim, hə, qolumu bırak. Necə deyim, mənim ərzim qəliz məsələdir. Utanmaz ad lazım deyil qızım, de, hər şey şeyxin əlindədir. Ya şeyx, mən əkiz uşaq istəyirəm. Əgər mümkünsə, biri oğlan olsun, biri də ki qız. Laf yaxşı, şeyx cənabları indi məşğuldur. Bu cür mühüm məsələyə özü baxır. Siz axşam namazından sonra gələrsiniz onun yanına, o da sizin işinizə baxar. İndi gedin. Başına dönüm, qoy birinci mənim işimə bax. Bayaq yadımdan çıxdı deyə, bu dalaq məni yaman incidir. Günü gündən şişir, qarpuzda dön. 3 ildir bu dalağın yolunda həkimlərə ətək pul xərclər. İndi də mənə nə desələr yaxşıdır. Nə deyirlər bəyə? Mənə deyirlər ki, bəs bu dalağı kəsmək lazım. Deyirəm balam, kəsmək lazım, kəsin də. Kəsin də. Niyə görə indi ondan ötürü məndən bir ətək pul istəyirsin? Hə? İndi mənə nə desə yaxşıdır. Nə deyirlər axı? Mənə deyirlər ki, cəmaat balaca sünnətdən ötürü bizə ətək pul verir. Sən isə o boyda dalağı havayı kəsmək istəyirsən. Başıma dön. Ay ki. Qurban olun, başıma dön. Ay ki, kəstirmək istəyirsən, kəstir də. Daha mənim yanıma niyə gəlmişsən? Görmürsən, cəmaat orada məni gözləyir. Get deyirəm sənə. Get kəstir, sonra yanıma gələrsən. در خزائن قدرت جوهر شریف در از دانشی علم بود زندگی جان دل علم دهد تازگی آب گل علم نسیمی چمن جنبابات رایه ریزق و ریزق و مباد هدی بسش علمی دانش رسید آب حیاتی ابدی را چشم budur kitap, budur ilm. Emir Bahadur Hazretlerinin emrine göre dibi görünmezlerin ve hadsiz bucaksız ilim menbeği olan bu kitabı Bismillahirrahmanirrahim Allah'ın fəqir nökeri bendeni Şeyh Nesrullah İbni Cafer ve Azül İsfahan'ı yaratmıştır. Budur kitap, budur ilm. Bu ilim 5 kısımdan ibarettir. Evvela ilmi tilsimat est. Bundan işimiz yoktur. Sevvem ilmi tezkira. Bundan da işimiz yoktur. Sevvem ilmi hayalat. Bundan da işimiz yoktur. Çaharam ilmi şöbede. Bundan da işimiz yoktur. Beccam ricati embat. Yani ölülerin derdi ve kütülebildirilmesi. Ricat yok elidir. Hacı Bahşeli. Mecliste gizli söhbet olabilmez. Gizli değil. Biz isteyirik ki o dediğiniz möcüzelerden birini gösteresiniz. Hansı
Möcüsebe necə? O dediğiniz 4-cü bənd var ha. Şeyh hanım, ben gəlimlə xəlimi burada görmək istəyirəm. Onlar cənnətdə darıxdıqları kimi mən də burada darıxmışam. Sən bilən, bu dünyada yaşamaq yaxşıdır, yoxsa o dünyada? Şeyh hanım, o dünyada əlbəttə. Eğer bu dünya yaxşı olsaydı hamı qaçıb gələrdi burada. Oradan buraya heç kəs gələ bilməz. Niyə? Sən özün onları görmək üçün cəhənnəmə vasil olmalısan. Hə? Cəhənnəmə? Şeyh hanım, mənim günahım nədir? Sənin günahın ondadır ki, o biçara yetimləri İsul-u Cədid məktəbinə göndərib kafirlərin yazdığı kitabları alışdırmışsan. Şeyh Həzrətləri, Bəli. cəmaat bir balaca narahatdır. Onlar istəyirlər bəlkə o 5-ci maddə var, ona baxasınız. Ricət məsələsi. Ricət. Çünki onlar da narahatdır, elə ölülər də narahatdır. Şeyh hanım, yadındadır. Mən oğlumu dəfn edəndə sən gəlib çıxdın. Biz əl saxladıq. Onu dəfn eləmədik. Şeyh hanım, xahiş edirəm, onu istir dirildəsən. Qoy darıxmasın, sabah gələrsiniz bura. Mən ölüləri dirildəcəyəm. İndi isə sabahacan siz burada dua etməlisiniz. Biz də gedək Allah Taala'nın qarşısında namaz ibadətimizi edək. Sabah ricət günüdür, dincəlməyiniz məsləhət. Buyurun, keçin. Cəmaət, sizin də Allah Taala məramınızı qəbul eləsin. Gedin duanızı edin, gedin, dağılışın. Gedin, səhərəcən dua eləmək lazımdır. Gedin. Gedin, ya Allah. Ya şeyxana. Ya meş'aral İslam! Bir üste